Salam hörmətli izləyicilər. Siz Azi Xəbərin növbəti buraxılışına baxırsınız. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu həftə bir sıra mühüm yeniliklər, beynəlxalq tədbirlər və akademik nailiyyətlər olub. Gəlin universitet həyatında baş verən əsas hadisələrlə sizi yaxından tanış edək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliyində keçirilən dayanıqlı gələcəyin inkişaf etdirilməsi üzrə 3-cü beynəlxalq konfransda iştirak edib. Rektor Rüfət Əzizov konfransda yaşıl işlər, dairəvi iqtisadiyyat və innovativ biznes modelləri məşğulluğu necə artırır? Tənqidi yanaşma mövzusunda təqdimatla çıxış edib. O çıxışında yaşıl iqtisadiyyatın və dairəvi iqtisadi modelin əmək bazarına təsiri, innovativ biznes yanaşmalarının gələcək məşğulluq imkanlarını genişləndirməsi məsələlərinə toxunub. Konfrans çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Abu Dhabi Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum birgə tədqiqatların, akademik mübadilələrin və innovasiya yönümlü layihələrin genişləndirilməsini nəzərdə tutur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universitetinin Fiziki Kimya və Kimya Mühəndisliyi ixtisası üzrə magistr məzunları Şəbnəm Feyziyeva və İlsun Əzizov Fransada keçirilən Mature Your PhD 2025 beynəlxalq müsabiqəsinin 7 qalibi arasında yer alıblar. Hər iki qalib hazırda Azərbaycan Respublikasının dövlət proqramı çərçivəsində Fransanın Strasburq Universitetində doktorantura təhsili alırlar. Qeyd edək ki, Mature Your Future PhD proqramı Fransanın Elzas bölgəsində yerləşən universitetlər və elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Proqram 2-ci və 3-cü kurs doktorantlara və gənc tədqiqatçılara dissertasiya işlərində mövcud olan innovativ potensialın üzə çıxarılması və inkişaf etdirilməsini hədəfləyir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Türkiyənin Qəbzə Texniki Universiteti arasında imzalanmış strateji əməkdaşlıq memorandumunun icrası çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Startap və Texnologiya Transferi şöbəsinin müdiri Əhməd Əhmədzadə Qəbzə Texniki Universitetinə işgüzar səfər edib. Səfər zamanı Əhməd Əhmədzadə universitetin rəhbər heyəti ilə görüşərək memorandumda nəzərdə tutulan əməkdaşlıq istiqamətlərinin praktik icrasını müzakirə edib. Görüşlər çərçivəsində universitetlər arası akademik və innovasiya yönümlü əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub. Eyni zamanda universitet sənaye əməkdaşlığı, eləcə də mümkün birgə startap və inkubasiya proqramlarının reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində Biotexnologiya İnstitutunda dərin texnologiyalar üzrə mövcud tədqiqat infrastrukturu ilə də tanışlığı olub. Səfərin sonunda texnologiya transfer ofisləri arasında əməkdaşlığın gücləndirilməsi, texnologiyaların kommersiyalaşdırılması və birgə innovasiya təşəbbüslərinin həyata keçirilməsi müzakirə edilib. Bu həftə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ilin ən böyük elmi hadisəsi NASCO 28 keçirilib. Dekabrın 16-sında universitetdə Konstitusiya və Suverenlik ilinə həsr olunmuş doktorantların və gənc tədqiqatçıların 28-ci Respublika Elmi Konfransının açılış mərasimi baş tutub. Konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Konfransdan əvvəl fəxri xiyaban ziyarət edilərək ümumili lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın əziz xatirələri dərin ehtiramla yad olunub. Məzarları önünə əklil və gül dəstələri düzülüb. Açılış mərasimi dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Salamlama nitqi ilə çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizov konfransın ölkənin elmi həyatında uzun illərdir mühüm platforma rolunu oynadığını bildirib. NASCO 28-də dayanıqlı inkişaf məqsədlərinin əhatə olunduğunu deyən rektor statistik göstəricilərə əsaslanaraq qeyd edib ki, NASCO 28 609 qəbul olunmuş iştirakçı ilə ümumi göstəricilər üzrə liderdir. Rektor universitetdə gənc alimlər üçün yaradılmış müasir elmi mühitdən və gənc tədqiqatçıların təşviqinə yönəlmiş imkanlardan danışıb və konfransın yaratdığı elmi imkanların bu istiqamətdə mühüm töhfə olacağını deyib.
Konfransda Elm və Təhsil naziri Emin Əmrullayev ölkənin elm və təhsil sahəsində əldə olunmuş nailiyyətlər və gələcək prioritetlər barədə çıxış edib. Nazir çıxışında bildirib ki, sentyabrdan ölkədə tətbiq olunacaq yeni nəsil doktorantura proqramları gənc alimlərin elmi fəaliyyətlərini beynəlxalq standartlara uyğun aparmağa imkan verəcək. Nazir qeyd edib ki, bu islahatlar və təşəbbüslər ölkəmizin elm və innovasiya sahəsində gələcək inkişafına əsas yaradır. Nazir çıxışının sonunda NASCO 28-in gənc alimlər üçün elmi nəticələrin təqdimatı və fikir mübadiləsi baxımından vacib platforma olduğunu qeyd edərək konfransın işinə uğurlar arzulayıb. Rəsmi açılış mərasimindən sonra konfrans öz işini bölmələr üzrə davam etdirib. NASCO 28 çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə bir sıra ali təhsil müəssisələri arasında mühüm əməkdaşlıq memorandumları da imzalanıb. Memorandumlar Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Qarabağ Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Universiteti ilə imzalanıb. İmzalanan sənədlər ali təhsil və elmi tədqiqat sahəsində əlaqələrin daha da möhkəmləndirilməsinə, birgə elmi layihələrin icrasına, doktorant və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına, akademik mübadilə imkanlarının artırılmasına xidmət edir. Memorandumlar çərçivəsində elmi konfransların, seminar və simpoziumların təşkili, birgə nəşrlərin hazırlanması, innovativ tədqiqatların dəstəklənməsi və müasir elmi çağırışlara uyğun əməkdaşlıq mexanizmlərinin yaradılması nəzərdə tutulur. Konfrans çərçivəsində elmi ictimaiyyət üçün aktual mövzulara həsr olunmuş 2 panel müzakirə keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elm Departamentinin direktoru Əli Əlizadənin moderatorluğu ilə keçirilən akademik Yusif Məmmədəliyevin ölməz irsi və müasir kimyanın perspektivləri mövzusunda paneldə görkəmli alimin Azərbaycan elminin inkişafındakı rolu, onun elmi irsinin bugün də aktuallığını qoruması və müasir kimya elminin gələcək istiqamətləri ətrafında geniş müzakirələr aparılıb. Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən dosent Elviz İsmayılovun moderatorluğu ilə baş tutan elm əsaslı innovasiya mövzusunda panel müzakirəsində isə elmi tədqiqatların innovativ məhsullara çevrilməsi, universitet sənaye əməkdaşlığının genişləndirilməsi və gənc tədqiqatçıların innovasiya prosesində fəal iştirakı kimi məsələlər diqqət mərkəzində olub. NASCO 28-ci konfransı çərçivəsində plenar iclaslarla yanaşı müxtəlif elmi istiqamətləri əhatə edən bölmə iclasları da keçirilib. Konfrans çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində qonaq olan ali təhsil müəssisələrinin rəhbərləri universitetin, həmçinin universitetin nəzdində fəaliyyət göstərən UFAZ-ın müasir tədqiqat laboratoriyalarına və kompüter otaqlarına baş çəkiblər. Qonaqlara Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elmi infrastrukturu, innovativ laboratoriyaları və burada aparılan tədqiqatlar barədə ətraflı məlumat verilib. Onlar universitetin maddi-texniki bazasını yüksək qiymətləndiriblər. Qeyd edək ki, NASCO 28 Respublika Elmi Konfransı ölkədə elmi mühitin inkişafına, universitetlər arası əməkdaşlığın genişləndirilməsinə və gənc tədqiqatçıların elmi potensialının üzə çıxarılmasına xidmət edir. NASCO 28 dekabrın 17-sində uğurla başa çatıb. Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda dövlət rəsmiləri, yerli və xarici qonaqlar, tanınmış elm xadimləri, ali təhsil müəssisələrinin rektorları, professor müəllim heyəti, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər. Konfrans elm və təhsil sahəsində mühüm əməkdaşlıq əlaqələrinin qurulması, elmi müzakirələrin aparılması, tədqiqatçı alimlərin bir araya gəlməsi, elmi məruzə və dinləmələrlə yadda qalıb. Konfransda 5 elmi istiqamət üzrə təbiət elmləri, mühəndislik, riyaziyyat və İKT, sosial və humanitar elmlər, həmçinin ictimai elmlər üzrə plenar iclaslar təşkil olunub. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib. Qeyd edək ki, Konstitusiya və Suverenlik ilinə həsr olunmuş doktorantların və gənc tədqiqatçıların 28-ci Respublika Elmi Konfransı ümumi göstəricilər üzrə 609 iştirakçı ilə lider mövqedədir. Konfransa 600-dən artıq elmi məqalə qəbul olunub.
Tədbirə Azərbaycandan 61, xarici ölkələrdən isə 11 ali təhsil müəssisəsi və Elmi Tədqiqat İnstitutunu təmsil edən doktorant və gənc tədqiqatçıların tezisləri daxil olub. Bununla da bu həftəlik AZİ xəbər buraxılışı başa çatdı. Daha çox xəbər və yeniliklərdən məlumatlı olmaq üçün bizi izləməyə davam edin. Sağ olun, salamat qalın.